Salam əziz izləyicilər, dinləyicilər. Bugün yenə davam edirik sizlə bərabər. Yenə də 8-ci sinif ədəbiyyat dərsi ilə davam edirik. Bugün baxırıq Mirzə Ələkbər Sabirin Əkinçi satirasına. Deməli, yenə də digərlərində olduğu kimi, digər videolarımızda olduğu kimi sözlərin mənasını qeyd eləmişəm. Sizlər də qeyd eləyə bilərsiniz və bu zaman daha yaxşı təbii ki başa düşərik. Anlamadığımız sözlərin izahını yazdığımız zaman mətin bizə, daha doğrusu oxuduğumuz əsər bizə daha aydın olar. Başlayaq. Məzlumluq edib başlama fəryadə əkinçi, qoyma özünü tülkülüyə adə. Əkinçi məzlumluq eləyib, yəni belə deyək də, özünü yazıq göstərib fəryad diləməyə başlama. Əkinçi özünü tülkülüyə qoyma, əkinçi deyə əkinçiyə bir müraciət görürük. Biz burada təbii ki mülkədarın dilindən bu sözləri eşidirik. Mülkədar əkinçiyə söyləyir bu sözləri mülk sahibi. Bir üzürlə hər gündə gəlib durma qapımda, yalvarma mənə boynunu kəc burma qapımda. Gahi başına, gah döşünə vurma qapımda, ləğv olma, ədəb gözlə bu məvadə əkinçi, lal ol, abalam, başlama fəryadə əkinçi. Hər gün deyir, üzr istəyərək gəlib qapımda dayanma, mənə yalvarma, boynunu burub dayanma, başına, döşünə vurub qapımda belə deyək də, yalvarma mənə, ədəb gözlə. Bu məskəndə, bu yerdə, məvadə məskən yerdir. Əkinçi yenə deyir, lal ol, kəs səsivi, yəni fəryada başlama əkinçi. Xoş keçmədi il çöllüyə dehqanə nə borcum. Yağmadı yağış, bitmədi bir danə nə borcum. Əsti qara yel çəltiyə bostanə nə borcum. Getdi mənə nə fəlləliyim badə əkinçi. Lağ-lağ danışı, başlama fəryadə əkinçi. Dehqan kəndli əkinçi mənasına gəlir. Xoş keçmədi il çöllüyə dehqanə nə borcum. Yəni mənə nə ki il xoş keçməyib və ya mənə nə ki yağış yağmayıb, bir dənə də olsun məhsul bitməyib. Mənə nə ki yel əsib, çəlti, bostan deməli əsti qara yel çəltiyə bostana, yəni xarab elədi bu məhsulları. Bütün bu işin, gücün, gördüyüm bütün işlər bada getdi. Bunların heç birinin deyir, mənə dəxli yoxdur. Yəni yenə də sən mənə lazım olan payı verməlisən deyə öz belə deyək də əkinçisinə mülkədar söyləyir. Aldı dolu əldən sər samanını neylim? Yəni dolu yağdı və sənin səliqə səhmanını aldısa neylim deyir, mənə nə? Yəni ki çəyirtkə yedi bostanını neylim? Və yaxud deyir bostanını bir çəyirtkələr bastı, yedi, yenə də mənə nə? Verdin keçən il borcuna yorğanını neylim? Keçən il yorğanı satdın, borcu verdin, mənə nə? Ol indi palaz satmağa amadə əkinçi, lal ol abalan, başlama fəryadə əkinçi. İndi də deyir, get palazı sat, palaz satmağa hazır ol, amma yenə də mənim lazım olan, belə deyək, mənə çatacaq payı verməlisən. Söz açma mənə çox çalışıb az yeməyindən, canım bə cəhənnəm ki ölürsən deməyindən, mən gözləmənəm buğda çıxar ver bəbəyindən, çəltik də gətir, arpa da buğda da əkinçi, yoxsa soyaram lap dərini, adə əkinçi. Yenə də burada əkinçiyə qarşı belə deyək, mülkədarın o zülümkar xarakterini görürük. Çox çalışmısan, az yemisən, yenə də deyir, mənə heç bir yəni dəxli yoxdur. Canın və cəhənnəm özün deyirsən ki, güya ölürsən, özün deyirsən bunu. Sonra mən gözləmirəm deyir, amma bəbəyindən belə olsa, gözündən belə olsa buğdanı çıxarıb verməlisən mənə, çəltik də gətirməlisən, arpa da, buğda da, yoxsa dərini soyaram. Sən hey də yoxumdur, çıxarıb canını allam, vallahi ovub didə-i giryanını allam. Didə-i giryan ağlayan göz deməkdir. Yəni vallahi deyir, gözlərini belə, o ağlayan gözlərini belə ovub allam. Şallağa tutub peykər üryanını allam. O çılpaq bədənini, peykər üryan çılpaq bədəndir. Çılpaq bədənini şallağa tutub, yenə də alaram öz halını sal indi özün yadə əkinçi, lağ-lağ danışı, başlama fəryadə əkinçi. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa, qışda əridib qarı yeyərsən. Daşda yumuşaq zəhər nədir, marı yeyərsən. Öyrəşməmsən ət yağa dünyada əkinçi, heyvan kimi ömr eyləmsən, sadə əkinçi. Yenə də deyir ki,
Yəni sən nə istəyirsən ye, istəyirsən lap qışda qarı əridib ye, suyun olmasa. Yəni sən deyir onsuz ki, ətə, yağa öyrəşməmiş bir cansan, heyvan kimi ömür eləmisən, yenə də belə davam eləyə bilərsən. Lakin mənim insanlıq olub vəzimədarım. Vəzimədar dolanacağım, güzəranım. Amma deyir mənim güzəranım insancasına olub. Sən heyvan kimi ömür eləmisən, amma mən insancasına ömür eləmişəm. Bəyzadəyəm, asayişədir cümlə qərarım. Asayiş, rahatlıq. Yəni mən bəyzadəyəm, mən bütün həyatım rahatlıqla keçib. Meysiz, məzəsiz bitməz olur şamı nəharım. İçkisiz, məzəsiz mənim nə şamım keçmir, nə naharım keçmir. İşte belədir haləti bəyzadə əkinci. İşte belədir deyib bizdə vəziyyət əkinci. Bəyzadələrin rəsmi budur, adə əkinci. Və sonda da bəyzadələrin rəsmi budur. Adə əkinci söyləməklə əslində mülkədar öz dili ilə özlərini ifşa eləyir, özlərini xalqa belə deyək tanıdır artıq ki, onlar əslində kimdirlər. Deməli ümumi fikrimizi yekunlaşdırsaq, belə deyək yığcamlaşdırsaq, deyə bilərik ki, deməli əkinciyə müraciət var bütün bəndlərdə. Əkinciyə müraciət eləyən isə mülkədardır. Mülkədar söyləyir ki, məzlumluq eləyib, fəryad etmə. Mülkədar əkinciyə söyləyir, özünü tülkülüyə qoyma. Hər gün bir üzürlə gəlib qapımda dayanma, boynunu burub qapımda dayanma, başına döşünə vurma ki, mənim yoxumdur, sənə belə deyək də istədiyini verə bilmərəm. Ədəb gözlə, bu məskəndə əkinci, lal ol, başlama fəryada əkinci. Deyir ki, mənə nədir ki, sənin belə deyək də kəndlinin günü güzaranı xoş keçməyib. Mənə nə ki, yağış yağmayıb, bir dənə də olsun məhsul bitməyib. Mənə nə ki, qara yel əsib, bütün çəltiyi, bostanı məhv eləyib. Mənə nə ki, sənin çəkdiyin əziyyətlər bada gedib, hədər gedib, lağ-lağ danışır, başlama fəryada əkinci. Sonra deyir, mənə nə ki, dolu gəldi və sənin bütün səliqə səhmanını apardı və yaxud mənə nə ki, çərkə bostanını yedi. Ötən il borcuvun yerinə yorğan vermişdim. Bu ildə palazıvı satmağa hazır ol. Mənim borcumu ödə, lal ol, abalan, başlama fəryada əkinci. Söz açma deyir, mənə çox çalışıb az yeməyindən. Canın cəhənnəm olsun. Mənə nə ki, ölürsən. Mən gözləmirəm bəbəyindən belə olsa buğdanı çıxar ver, çəltiyi darpanı da buğdanı da əkinci, yoxsa lap dərini belə soyub alaram bütün bu belə deyək də malını, mülkünü. Sən heydə yoxumdur, çıxarıb canını allam, o ağlayan gözlərini ovub allam və yaxud da çılpaq bədənini şallağa tutub yenə də öz borcumu allam, öz halına özün indidi, yada sal əkinci, lağ-lağ danışıb başlama fəryada əkinci. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Sən deyə öyrəşmirsən, lap su yoxdursa da qışda qarı əridib içərsən, daşdan yumuşaq, zəhrinədir marı yeyərsən, onsuz ki deyirsən, öyrəşməmsən, ətə, yağa, əkinci, heyvan kimi ömr eləmsən, sadə əkinci. Sən heyvan kimi ömr eləmsən, lakin mən insan kimi dolanmışam, güzaranım insan kimi olub, bəyzadəyəm, rahatlıqdır mənim bütün qərarım, içkisiz, məzəsiz, ümumiyyətlə şamım, naharım keçməyib, bizdə vəziyyət belədir, əkinci, bəyzadələrin rəsmi budur, adə əkinci. Deməli, biz bu əsəri satirik əsər adlandırırıq. Ümumiyyətlə, biz bədii ədəbiyyatdan öyrənirik ki, gülüşün iki növü var, satira və yumor. Yumor islah edici gülüşdür. Yəni, biz əgər bir yumoristik nəsə oxuyuruqsa, demək, orada islah edici bir gülüş oxuyuruq. Yəni, bizdə bu, belə deyək də, inanırıq ki, bu düzələ biləcək bir şeydir və düzələ biləcək bir şeyə gülürük. Satira isə artıq öldürücü gülüşdür. Yəni biz elə bir gülüş yaşayırıq ki, burada artıq acı-acı gülürük. Yəni içdən acıyaraq, hala acıyaraq gülürük və düzələcəyinə də heç bir ümid etmirik. Bax, bu olur satira. Həyat hadisələri, insan obrazları bədii əsərdə fərqli təqdim olunur. Yəni davranış və əməllər, rəğbət, hörmət yaradan obrazlarla həm də gülüş obyektinə çevrilənlər də olur. Cəmiyyətdə mühüm ictimai hadisələrdə özünü göstərən mənfiliklər, nöqsanlar yazı səhvindən kəskin tənqid atəşinə tutub ifşa edilir. Bu daha çox satirik
əsərlərdə özünü göstərir. Satiradan bədii ədəbiyyatın əksər növlərində istifadə olunur. Satirik şeir, satirik hekayə və s. ədəbi irsimizdə az deyil. Belə əsərlərdə gülüş acı, hiddətli, məhv edici olur. Bax, indi oxuduğumuz əsər də satirik bir əsərdir. Burada da gülüş acı, hiddətli və məhv edici gülüşdür. Lakin ədəbiyyatda gülüş həmişə eyni vəzifəni ifa etmir. Bəzən gülüşdə nifrət, qəzəb yox, mərhəmət, təəssüf, kədər də olur. Əgər mərhəmət, təəssüf, kədər olursa, bu olur yumor. Əgər gülüşdə nifrət, qəzəb varsa isə bu olur artıq satira. Ədəbiyyatımızda satirik şeirin böyük ustadı məhz Sabirdir ki, o 20-ci əsrin əvvəllərində cəmiyyətdəki nöqsanlara qarşı çevrilmiş əsərləri ilə şöhrət qazanıb. Onun kəskin əsərlərindən olan Əkinçi, indi oxuduğumuz məhz əsər 1907-ci ildə Molla Nəsrəddin jurnalında çap olunmuşdur. Satirada bu oxuduğumuz Əkincidə mülkədar obrazının daxili aləmi, zəhmət adamına, Əkinçiyə münasibəti onun öz dili ilə hər tərəfli açılır. Bu da Sabirin satiralarının mühüm cəhətlərindəndir. Yəni biz Sabirin satiralarını oxuyarkən həmin şəxsin, belə deyək də, öz dili ilə özünü ifşa etməsinin şahidi oluruq. Oxuduğumuz bu əsər Əkinçi satirası əruz vəzninin həzəc bəhrində yazılmışdır. Əruz vəzninin həzəc bəhrində yazılmışdır Əkinçi satirası Mirzə Ələkbər Sabir.